Salam olsun gözəl insanlara, dəyərli xalqımıza. Salam aleykum. Əzərim. Bu qazi qardaşımızdır. Bir xəstə uşağı var ki, yəni həqiqətən onun dəstəyə ihtiyacı var. Bəli. Kimlər nə həmişə o qardaşa nə dəstək olur, Allah var eləsin. Qaldı ki, məsəl üçün istəyir bu qardaşımız olsun, istəyir digər qardaşlar olsun. Məsələn görürəm də indi Bəli. Rahid qardaş olsun, Nazım qardaş olsun. Oliyev Nazım Ataxan olsun. O da verir. Fərq yoxdur. Digər ümumiyyətlə kimlər fərq yoxdur sosialda. Hətta laf nə bilim canlılarda olur, pələng sərxan. Hə, pələng sərxan. Kimlər nə fərq yoxdur. Kim 1 manat belə hansısa kasıba, yetimə, atasına, xəstəyə, şikəstə iflicə dəstək verirsə, valla onlara dəstək olun, bir olun, birlik olun, dua eləyin və onların yanında olun. Var olasın. Ayaqlarını qazıb onlarda çepə problem axtarmır. Bəli, bəli. Problem hansısa bir takçıda dəstək olan insanda hansısa bir səhv axtardıqca problemi axtarın, o üzdən iraqları yayanlar, pozğunluğu yayanlar, ədəbsizliyi yayanlar, gəncliyimizi məhv edənlər. Onlarda axtarın, elə başlayaq hər yer problem. Bəli, bəli. Onlarda axtarmayıb, gəlib yaxşının içində nəsə problem axtarmıyor. Sizinki bizə nə oxşayır? Zibillikdə o zibilliyin içindəki bütün zibili görmürlər. Bəli, amma bir dənə almanın içində bir dənə qurdu görürlər. Yox, yaxşılıq eləyən insanı tez istəyirlər ki, gözünüzü. Ona görə də yaxşı olun, yaxşılıq eləyin və yaxşıların yanında olun. Və hətta yüzlərlə, minlərlə kasıbların qapısı. Tək ki, qardaşım, tək ki illər keçsin, bizim gələcəyimiz, gələcək gənclərimiz, aslında bu qardaş kimi və digər yaxşılıq eləyən, biz qardaşlar kimi bacardığı xalqına, millətinə yaxşılığını eləsin, dövlətinin, xalqının yanında olsun. Tək ki, belə olsun. Bu yaxşılıq sonu budur, onlar da el olacaq. Bizim övladlar ki, mənim oğlum da mənim kimi olsun, sənin kimi. Amma siz o pisləri ki, dəstək versə, sizin övladlarınız da onun kimi olacaq. Bir anda baxın, qızlarınız olar kimi, oğullarınız da olar kimi. Pozğun və əzlənirək, ədəbsiz, dinsiz, imansız, kafir. Ona görə Allahdan qorxun, yaxşı olun. Nəsə çep axtarında, ay da bu da belə getdi, o da elə oldu, ay belə oldu. Heç onların yanında olur. Yəni gördüyünüz kimi adam qızıl xırdalayır. O qızılları nə eləmək lazımdır? Burada sırğa eləmək lazımdır. Allah əmanət olun, Allah yaxşılarımızı, xalqımızı, millətimizi, dövlətimizi qorusun. Amin. Var olasın. Pislər həmişə pisliyindən necə qalmayıb, gərək biz də yaxşılığımızdan qalmayaq. Biz də yaxşılığımızdan qalmayacağıq heç. Sağ olun. Sağ olun.